Ərdəbildə bilirsiniz ki, Səfəvi dini fəlsəfi cərəyanı, biraz da mistik cərəyanı təşəkkül tapdı. Daha sonra məhz bu cərəyanın nümayəndələrindən biri Şeyx Cüneyd daha çox o dindən, zikirdən qılınca əl ataraq siyasi hakimiyyət uğrunda mübarizəyə başladı. Uzun illər Anadolu ərazisində, yəni müasir Türkiyə ərazisində, Anadolu ərazisində, hətta Trabzona qədər Şeyx Cüneyd gedib çıxmışdı. Orada onun tərəfdarları var idi. Xüsusən oradakı Türkmən tayfaları öz ətrafına toplayan, Qızılbaş Şiə hərəkatını orada körükləyən və o mübarizəni hərəkətə gətirən də bu məqbərədə vaxtı ikən dəfn edilmiş Şeyx Cüneyd olub. Yəni bəzən bizdə mübahisə gedir ki, mübahisə Şah İsmailin ətrafında gedir. Yəni Şah İsmailin hərəkatı daha çox mübahisələndirilir. Halbuki Səfəvi hərəkatını siyasiləşdirən məhz Şeyx Cüneyd olub. Anadoludakı fəaliyyətindən dolayı tez-tez Şirvan ərazisinə, yəni o zaman Azərbaycanın bu ərazisi Şirvan adlanırdı. Şirvan, Dağıstan ərazisinə də yürüşlər edirdi, müridlər toplayırdı, təşkilatlanma aparırdı, siyasi təşkilatlanma aparırdı və bu yürüşlərin birində Şirvanşah 1-ci İbrahim Xəlilullahın ordusu ilə Şeyx Cüneydin, yəni Səfəvi ordusu arasında toqquşma oldu. Həmin toqquşma deməli Samur çayının sol sahilindədir. Baş verdi və orada ağır yaralandı. Şeyx Cüneyd həmin döyüşdə tərəfdarları, yəni silahdaşları onu Samur çayından keçirdilər və hazırki bu ərazidə 3 gündən sonra dəfn etdilər. Daha sonra təxminən 100 ilə yaxın müddətdən sonra Səfəvilər siyasi hakimiyyətə gələndən sonra Şah İsmailin vəsiyyəti əsasında deməli onun məzarının, onun nəşinin qalıqları buradan götürüldü, aparıldı. Ərdəbildə Şeyx Səfi xanəgahında, o ocaqda dəfn edildi. Məqbərənin tikintisi isə Təhmasib, 1-ci Təhmasibin dövrünə təsadüf edir. O bu məqbərəni bir simvolik olaraq, çünki onlar üçün bu ərazilər çox xüsusi əhəmiyyət daşıyırdı, müqəddəs bir ərazilər idi. Çünki onların babaları burada, belə deyək də, öz siyasi hakimiyyətlərindən möhkəmləndirmək üçün mübarizə aparmışlar, döyüşmüşlər, şəhid olmuşlar. Bu müqəddəs simvolik ərazi olaraq burada bu məqbərəni uzatdı. Bildiyimiz kimi Təhmasibin dövründə artıq Səfəvilər siyasi hakimiyyətə gələndən sonra onun qalıqları buradan götürüldü və Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn edildi. Ərdəbildən ustalar dəvət edildi. Burada təxmini Ərdəbil və Təbriz memarlığına çox yaxın formada, özünüz də yəqin ki məqbərəni görürsünüz. Ərdəbil Təbriz memarlıq məktəbinə uyğun bir, gözəl bir məqbərə burada inşa edildi. Yəni hələ ustaların da deyilənə görə Ərdəbildən böyük əksəriyyəti gəlib, layihələndirmə həyata keçirilib. Biz içəridə olanda bir məsələyə diqqət elədik. Deməli, məqbərənin 8 çıxışı var. Bu 8 çıxışın olması da çox simvolikdir. Siz bilirsiniz ki, cənnətin 8 qapısının olduğu bildirilir. Cənnət qapılarının sayı 8-dir. Hətta bizim gerbimizdə də siz fikir versəniz, ulduzumuz 8 güşəli ulduzdur. Bu da təbii ki, bir dini simvolik məna daşıyır. Yəni cənnətin 8 qapısı var. Hətta bəzən deyirlər ki, ərşin 8 qapısı var. Bax, o 8 rəqəm də o müqəddəs hesab olunur və həmin o dini baxışlarla əlaqədardır.
Şeyx Cüneydin abidəsi 2007-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən bərpa edilib. Amma görünür ki, yəni bilirsiniz ki, bu ərazi dağlıq ərazidir. Yəni qar olur, yağış olur, çovğun olur, şaxtalı havalar çox olur və müəyyən müddətdən sonra abidədə yəni dağıntılı əlamətləri görünür. Yaxşı olardı ki, abidəni bərpa təmirini həyata keçirsinlər. Düzdür, bizə bələdçi də müəyyən qədər məlumat verdi ki, artıq mütəxəssislər bu əraziyə gəliblər, abidə ilə tanış olublar və yaxın aylarda gözlənilir ki, abidə yenidən təmir və bərpa edilsin.